Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən Cahan Hüseynova. Bugün sizinlə qəbuldan bir sual rubrikamızın növbəti sualının izahını paylaşacağım. Qeyd edim ki, bu sualın izaha ehtiyacı olduğunu gördüm. Çünki iştirak edən müəllimlərin, cavab yazan müəllimlərin 95-98%-i yanlış cavab vermişdi. Gəlin əvvəlcə qeyd edim ki, kanalımda bir neçə gün öncə təlimin təşkilində istifadə olunan forma üsullarla bağlı sual-cavab videosu paylaşılmışdır. Oradan baxıb qeydlərinizi, açar sözlərinizi qeyd dəftərlərinizə yaza bilərsiniz, dinləyə bilərsiniz. İndi isə testimizə qaydaq. Bu iş forması uşaqların müstəqil düşünmə bacarıqlarını zəiflədə və həmçinin fikirlər arasında qarşıdurmalar yarada bilər. Qeyd edim ki, əgər bu cür mənfi hallar yazılırsa testdə, bilin ki, bu həmin iş formasının, hər hansı bir iş formasının mənfi tərəfidir, yəni çatışmayan tərəfidir. Ki, hansı halda mənfi hallar baş verir? Yəni, bir iş formasının mənfi halı hansı halda baş verir? O halda baş verir ki, tərbiyəçi həmin iş formasını düzgün təşkil etmir və yaxud da nəzarət etmir və yaxud da düzgün bölgü aparmır. Bu qeyd olunanlar cütlərlə iş formasının çatışmayan tərəfləri, yəni mənfi cəhətlərdir. Hansı ki, uşaqların müstəqil düşünmə bacarığı nə zaman zəifləyir? O zaman zəifləyir ki, tərbiyəçi cütlərlə iş formasında yaxın potensialı uşağı əyləşdirməyib. Yəni, bir yuxarı potensialı, bir aşağı potensialı uşaqlar birlikdə əyləşdirdikdə, yuxarı potensiallı uşaq işi aparır, aşağı potensiallı uşaq isə geri qalır və yüksək potensialdan asılı vəziyyətə düşür. Yəni, onun üçün işi idarə edən olur bir növ. İkinci tərəf, həmçinin fikirlər arasında qarşıdurmalar ola bilir. Qarşıdurma nədir, müəllimlər? Qarşıdurma mübahisədir. Qarşıdurma konfliktdir. Konfliktlər hansı iş forması üçün mənfi cəhət idi? Cütlərlə iş forması üçün. Hansı ki, cütlərlə iş formasında qeyd eləmişdik ki, mübahisələr, konfliktli uşaqlar üçün əlverişsizdir. Çünki bəzən müəllimlər elə bilirlər ki, konfliktli mübahisəli uşaqları birlikdə əyləşdirəndə onlar arasındakı münasibətləri daha yaxşılaşdırmaq olur. Amma əksinə, konfliktli uşaqlar üçün, mübahisəli uşaqlar üçün, arasında qarşıdurmalar olan uşaqlar üçün cütlərlə iş forması əlverişsizdir. Yəni, cavabımız olacaq cütlərlə. Qeyd edeyim ki, cütlərlə iş formasının müsbət tərəfləri uşaqların deməli, arasında ən yaxın əməkdaşlığı inkişaf etdirir. Əgər uşaqlar arasında ünsiyyət bacarığı inkişaf etdirmək istəyiriksə, bu açar sözümüz olur. Cütlərlə iş formasının iki uşaq birgə işləyir, bir tapşırıq üzərində işləyir. Cütlərlə iş, məsuliyyət uşaqlar arasında bölünür. Uşaqlar bir-birinə kömək edir. Bir-biri ilə fikir mübadiləsi aparırlar. Eyni zamanda birgə düşünürlər, birgə həll yolu axtarırlar. Açar sözlərimiz olacaq cütlərlə iş formasını və qeyd edildiyim kimi sosiallaşmanın ən yüksək səviyyədə inkişaf etdiyi iş forması ilə cütlərlə iş formasıdır ki, bunlar da onun müsbət tərəfləri idi. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah növbəti izahlarda görüşərik.